Salam əziz dostlar, gözəl insanlar, hər birinizi xoş gördük. Bugün bir sual verilib, həmin sualla əlaqədar olaraq danışmaq istəyirəm. Çünki bilirsiniz ki, insanlar həmişə axtarışda olur. Bu axtarışda bəzən bir də görür ki, ya dəyaz olur, ya da həqiqətən dərindən məsələləri araşdırırlar. Təbii ki, səthi yanaşan insanlar ya əşyaları müqəddəsləşdirərək fetişizmə gedib çıxır, ya özünü mənsubu bildiyi xalqın qohumu olduğuna inandığı heyvanla əlaqələndirərək bir də görürsünüz ki, özünü totemizmin avuşunda tapır, ya da hansısa hərfləri mənalandıraraq bir növ hüruflik kimi düşüncənin əhatə dairəsinə daxil olur. Həyat görüşlərini də bu kimi inanışlar formalaşdırır. Dostlar, bunlardan biri də rəqəmlərlə əlaqəli olan məsələlərdir. Buna görə də bəzi insanlar rəqəmlərə müxtəlif mənalar verərək ya həmin rəqəmin müqəddəsliyinə özlərini inandırırlar, ya da həmin o rəqəmlərin nəhs olduğuna özlərini inandırırlar. Yəni bununla bağlı müəyyən məsələləri günümüzə qədər sirayət elədiyini bilirik. Hətta qədimdə belə bir yanaşma da var idi ki, məsələn, batini bir hərəkət olaraq bildiyimiz bu günlərimdə hər nə qədər İranda ortaya çıxsa da Babili hərəkatı, Bəhayli hərəkatı bu günlərin mərkəzi İsrailin Hayfa şəhərində yerləşir, buna şahid oluruq. Amma biz məsələnin kökünə baxdığımız zaman görürük ki, əslində nə hərflər, nə də rəqəmlər müqəddəs deyil, nəhs də ola bilməz. Çünki onların missiyası bizim onlara yüklədiyimiz mənalara görə dəyişir. İndi sizə danışacağım inanışlardan biri də Quran-Kərimin 74-cü surəsi var. Müddəssir surəsi. Müddəssir surəsinin 30-cu ayəsində bir qısa olaraq, yəni tamamlanmamış bir cümlə olaraq gördüyümüz belə bir ifadə var. Onun üzərində 19 vardır. Belə bir tərcümə edilir. Buradakı həmin o 19 rəqəmini buna görə də insanların bəziləri ya müqəddəsləşdirirlər, ya bütləşdirirlər, ya da bunun üzərində Quranın rəqəmlənmiş bir kitab olduğunu qeyd eləyərək fərqli mənalar çıxarmağa çalışırlar. Bu 19 rəqəmini əsas alanlar Quranın rəqəmlənmiş kitab olduğunu da Kitab-ı Mərqum deyə bildirilən həmin o ayələrdən çıxardaraq bu 19 rəqəminin həmin o riyazi bir möcüzə olduğunu qeyd edirlər. Bunu da bu günlərin bildiyimiz qədərilə İslam dünyasında, yəni müsəlmanların yaşadıkları arenada ilk dəfə gündəmə gətirən əslən Misirdən olan, sonra Amerika Birləşmiş Ştatlarında yaşamış, orada da qətlə yetirilmiş biokimya üzrə mütəxəssis Rəşad Xəlifədir. Qeyd edeyim ki, məsələn, Rəşad Xəlifə 1990-cı ildə Arizona ştatında, hətta o bizim bildiyimiz Tucson deyə bildiyimiz Tucson yazılır. Həmin o bölgədə, şəhərdə qətlə yetirilir. Bir neçə il əvvəl həmin onun o bıçaqlandığı məsciddə olanda o məşhur əslən Türkiyəli olan, amma Amerikada yaşayan, ABŞ-da yaşayan Edip Yüksel, o da bir Quran tərcüməcisidir. Həmin o hadisənin səhər namazında necə baş verdiyini mənə o namaz qıldığımız məsciddə ətraflı şəkildə danışmışdı. Ona görə bunu məsələni keçirəm, bir kənara qoyuram. İndi istəyirəm gələk həmin o 19 möcüzəsi məsələsinə. Deməli, Rəşad Xəlifə Quranın müxtəlif ayələrində olan, məsələn, Tur surəsinin 34-cü, sonra İsra surəsinin 88-ci, sonra Hud surəsinin 13-cü, Bəqərə surəsinin 23-cü, sonra biri də Yunus surəsində var. Həmin o ayələrdə qeyd olunan meydan oxumağı bu riyazi möcüzələrlə, əsasən də 19 rəqəmi ilə əlaqələndirir. Hətta Quranda 19 rəqəmini tapdığı üçün özünü məsələn Rəsul, yəni elçi adlandırır. Qurandakı bəzi ayələrin onun elçiliyinə dəlalət elədiyini bildirir. Hətta Quran tərcüməsindəki, onun özün bir Quran tərcüməsi var, düzdür. Hamısını tam bitirə bilmədən qətlə yetirilir. Ondan sonra onun tələbələri bunu davam elətdirirlər. Ona həmin o bəzi yerlərdə qəy gələndə innəkə məsələn ləminəl mürsəlin
Yasin surəsinin 3-cü ayəsində də səhv eləmirəmsə, sən də göndərilən elçilərdənsən. Orada sən də innəkədə gələndə orada mötərizə açıb Rəşad sözünün yazıldığına məsələn şahid oluruq. Dostlar, amma bir məqamı qeyd edeyim ki, Rəşad xəlifə heç bir zaman özünü peyğəmbər, yəni nəbi olaraq adlandırmayıb, ancaq elçi adlandırırdı. Bunun fərqlərini də müxtəlif videolarımda qeyd eləmişəm, ona görə bu mövzunun üzərindən keçirəm. O özündə belə bir anlayış var idi ki, onun rəsul olaraq, elçi olaraq təyin edilməsinin və ya da göndərilməsinin əsas bir missiyası var idi ki, yəni bu bütün dinləri təmizləyərək bir dində birləşdirməyə çalışdığını deyirdi. Ona görə də məsələn Tövratı, yəni bu cür xristianların dediyi kimi Vetxi Zavet, yəni Əhd-i Ətiq, yəni əski əhd. Məsələn İncili yeni əhd deyirdi. Qurana da axırıncı, sonuncu əhd kimi belə bir adlandırması var idi. O 1971-ci ildə ruhunun bütün peyğəmbərlərlə görüşdürüldüyünü də iddia edirdi. 19 rəqəmi məsələsində əbcəd hesabı deyilən hərflərin rəqəmsel qarşılığı ilə əlaqələndirir. Yəni ərəb dilində belə bir şey var. Əlif, B, C, D. Bunlara əbcəd deyirlər. Bunların hamısının bir qarşılığı olur. Ondan sonraki hərflərin başqa bir qarşılığı var. Rəqəmsel qarşılığı olur. Məsələn, əlifə deyir ki, 1, B-yə nə bilim başqa bir rəqəmlər deyirlər. Ona görə də sırf Qurandakı ayələri, bir çox məsələləri, 19 rəqəmini və s. bununla əlaqələndirir. Hətta çox maraqlıdır ki, onun özü ilə bağlı, məsələn, adı Rəşad xəlifədirsə, öz adını da, soyadını da bununla belə bir hesablayıb bir rəqəm çıxardır. Məsələn, Rəşad sözündə bilirsiniz ki, ərəb dilində hərəkələr olmur. Radı, şadı, şin, yəni dəldir və s. Bunlara deyək ki, hesablayıb 505 çıxardır. Sonra xəlifə sözünü çıxardır 725. Sonra məsələn, misal üçün deyirəm, Bəqərə surəsinin 119-cu ayəsində məsələn, İnnə ərsəlnəkə sözünü oradakı kəni özü ilə əlaqələndirir. Sonra bu 3 rəqəmi, yəni 505-i, 725-i, üstəgəldə Bəqərə surəsinin 119-cu ayəsindəki həmin o 119 rəqəmini birləşdirir, eləyir 1349. Sonra deyir ki, bu hicri təqvimdir. Ona görə də bunun miladi təqvimi gəlir məsələn deyir ki, 1349 19-a bölünür. Bu da bölünəndə 71 eləyir. Bu da 71, 1971-ci il 19, orada da 71 var. Ona görə 1971-də 19 rəqəminin tapılması ilə əlaqələndirir. Yəni buna da bir möcüzə olaraq qeyd edilir. Bu tək Bəqərənin 119-da deyil. Məsələn, Maidə surəsi 19-cu ayəsində, sonra Bəqərənin 252-ci ayəsində, sonra 3-cü surə olan Ali İmran surəsinin 81-ci ayəsində, Ənam surəsinin 157-ci ayəsində. Bu kimi ayələrdə başqa ayələr də var təbii ki. Orada məsələn K əvəzliyini, sonra məsələn bunun öz rəsulluğu ilə əlaqələndirir. Orada da hətta mötərizələrdə yenə də qeyd edeyim, Rəşad sözünün əlavə edildiyini şahidi ola bilərsiniz. Bəzən rəqəmlər uyğun gəlməyəndə həmin o rəqəmləri götürür, üstə gəlməyin əvəzinə yanaşı düzür. Sonra düzəndən sonra da surə, üstəgəl ayə, həmin o nömrələri də yan-yana qoyaraq istədiyi rəqəmi çıxarmağa çalışır. Yəni istədiyi rəqəm dediyimdə, yəni həmin o əldə olunan rəqəmin 19-a bölünməsinə çalışır ki, bunda bir möcüzə kimi təqdim eləsin. Bundan da öz həm rəsulluğunu güya təsdiq edir. Amma təəssüflər olsun ki, yenə deyim, bir konkret metod yoxdur burada. Hər yerdə də eyni metoddan istifadə edilmədiyinin şahidi oluruq. Yəni burada necə gəldi davranıldığını görürük. Məsələn, bəzən rəqəmləri yan-yana qoyması, bəzən toplayır ki, 19-dan hər hansı bir əlaqəsi olsun. Dostlar, bu məsələnin əslində ən böyük problemli məsələlərindən biri Quranın 9-cu surəsi var. 9-cu surənin, yəni Tövbə surəsinin ən axırıncı 2 ayəsini 128-dən 129-cu ayələrini inkar eləməsidir. Həmin oradakı 128 və 129-cu ayələrdə orada əsas məsələləri götürür. Deyir ki, bunları güya səhabələr həmin o 2 ayəni Məhəmmədi belə də qeyd edir, bütləşdirmək üçün, Muhammədi bütləşdirmək üçün Qurana əlavə edirlər. Dostlar, amma bu 2 ayə ilkin Quran nüsxələrinə, müxtəlif Quran nüsxələrinə baxsanız, orada da görəcəksiniz ki, bu ayələr mövcuddur.
Mesela bir misal diyeyim. Kur'an'da deyir ki 116 dənə Resul, yani elçi sözün keçdiği ayələri qeyd edir. Ama düzdür, elçi sözü daha çox bir yerdə keçir. Bəzən onlara axırında fəth olmağına görə, kəsr olmağına görə və yaxud da damma olmağına görə dəyişir. Mesela onlarda keçdiyini qeyd edir. Ama bu rəqəm baxır görür ki 19'a bölünmür. Ama onun üçün nə etməlidir? Mesela biri Tövbə surəsinin 128-ci ayəsini ləğv edir. Digəri məsələn Yusuf surəsində 50-ci ayəsində qeyd olunur, orada elçi sözcüğündə orada deyir Tanrının elçisindən söhbət getmir, Fironun, yəni oradakı Misir məlikinin elçisindən söhbət gedir. Onu da ləğv edir, 114 qalır. 114 elçi məsələsi olur. O zaman da 114 19'a bölündüyünə görə bu onun fikrini elə bilin ki bir də bütöv halda təqdim etməyinə gətirir çıxarır və bununla da öz həllini tapmış olur. Mesela onun digər bir iddiası yenə də Tövbə surəsinin 128-ci ayəsindən keçən, mesela ayənin axırında keçir ki Raufun Rahim. Yani burada Rauf, Rahim sözlərinin insanlar üçün işlədilməyinin doğru olmadığını iddia edir. Düzdür, bununla bağlı başqa məsələlər var. O xırdalığa keçmək istəmirəm ki, başqa ayələrdə həmin o ifadələr insanlar üçün işlənir ya yox. Ondan başqa məsələn 129-cu ayədə orada ərəbcəsində var ki, fəqul, qul sözü var. Məsələn, qul sözü deyə əmri var. Həmin o qul sözünü digər ayələrlə gələndə, sonra qalə sözü ilə gələndə və s. və ilaxır, bunları yenə toplayanda 19'a bölünmədiyinə görə burada qulun da əlavə olduğunu qeyd edir. Bundan başqa yenə də burada Allah sözünün də artıq doğru olmadığını bildirir. Çünki toplayanda Allah sözü yenə də həmin onun 19 rəqəmini pozur. Və bu iki ayənin Qurandan olmadığını sahabelər tərəfindən əlavə edildiyini iddia edir. Hətta bundan ötəri inkar elədiyi rəvayətlərə də müraciət edir, həmin rəvayətləri də qeyd edir. Düz ola bilsin inkar mənasında həmin o rəvayətləri qeyd edir ki, hansısa sahabənin şahidliyinin 2 nəfərə bərabər olması ilə əlaqəli olaraq bir məsələni qeyd edir. Ondan sonra özü də qeyd edir ki, məsələn bu onun 14 vəzifəsinin olduğu bildirir. Onu da niyə 19'a çıxarmayıb, o da maraqlıdır. Həmin o 14 vəzifəsindən biri olaraq bu Quranın 2 ayəsinin çıxardaraq Quranın əslini insanlara təqdim etməli olduğunu qeyd edir. Yəni onun qeydlərindən biri də budur. Sonra məsələn Rəşad xəlifənin sonra 40 yaşından əvvəl ölənlərin cənnətə gedəcəklərini, sonra 2280-ci ildə qiyamətin qopacağını, sonra Quranın ilkin nüsxəsinin Mərvan bin Hakemin aradan qaldırdığını, onu yandırdığını qeyd elədiyini gördük. Sonra məsələn Rəşad xəlifəyə görə onun elədiyi Quran tərcüməsi əslində Allahın tərcüməsidir. O Quran kimi Tövrat və İncilin də qorunduğuna inandığını özü qeyd edirdi. İndi dostlar bir məsələni də bildirim ki, əslində Quranın ilk nüsxələrinin heç birində, bunu dəfələrlə qeyd eləmişəm, hərəkə olmuyor. Əslində heç nöqtələr də yox idi. İlk dəfə qırmızı nöqtələməni 688-ci ildə o məşhur şəxs Əbul-Əsvəd Duali tərəfindən edildiyi bildirilir. Hətta onunla bağlı belə bir məsələ var, onu da bir rəvayətləşdiribdilər ki, güya Əbul-Əsvəd Duali də İmam Əlinin tələbələrindən biri olur və İmam Əlinin əmri ilə, tövsiyəsi ilə bunu edir. Halbuki biz bəzi mənbələrə baxdığımız zaman bu nöqtələnməyə qarşı çıxan bəzi həmin dövrün alimləri bunu küfür belə sayıbdılar, belə bir yanaşma olur. Amma bu əmri ona verən, məsələn, həmin dövrdə Bəsrənin başçısı olan, yəni valisi olan Ziyad bin Əbihimin əmri ilə olduğunu şahid oluruq. Amma ayələrin hərəkələnməsi, sonra ayələrin, məsələn, rəqəmlərin qoyulması, bunlar əsrlərlə sonra əlavə edilir. Məsələn, dəqiq deyə bilərik ki, bu günlərin, məsələn, Qurana hərəkələrin qoyulması, sonra şəddə, sonra cəzmin əlavə edilməsi, sonra ora qoyulan həmin o nöqtələmələrin və yaxud da hərəkələrin qırmızı rəngdə deyil, artıq qara rəngdə verilməsi Xəlil bin Əhmədin tərəfindən olunur 791-ci ildə. Yəni ona görə bu məsələlərin həqiqətən Quranın gəlişindən əsrlərlə sonra olduğunun şahid oluruq. Amma indi əlimizdə tutduğumuz məsələn Quran, həmin bu Quranın ayələrinin rəqəmlənməsi, yəni ayələrə rəqəmlərin verilməsi, o Misirin ilk kralı sayılır, səhv eləmirəmsə, 1923-cü ildə Kral Fuadın, birinci Fuad olaraq bilirik onu.
onun əmri ilə nəşr edilir. Həmin o nüsxədən sonra bugünkü Quranlar hamısı rəqəmlənmiş şəkildə gəlib çıxır. Məsələn, Rəşad Quranın ayələrinin ikisini çıxarandan sonra Qurandakı mövcud ayələrin 6346 ayə olduğunu iddia edir. Yəni bu da kimlərdən əsas götürür? Bu da Şafilərdən, bir də Həmbəlilərdən götürür. Onlara görə məsələn Quran ayələri 6348-dir. O da oradakı 2 ayədən çıxmaqla bunu tamamlayır. Hənəflər Quran-ı Kərimin 6236 ayədən ibarət olduğunu qeyd edirlər. Bir də bundan başqa Malikçilər var, bilirsiniz. Yəni əsasən Afrika bölgəsində olan müsəlmanların məzhəb olaraq qəbul elədikləri, məsələn Mərakeşdə və s. Tunusda, Cəzairdə və s. Orada da onlar 6235 olduğunu bildirirlər. Bu da nə ilə bağlı idi? Deməli, Fatihə surəsinin ilk ayəsinin Qurandan olub-olmaması ilə əlaqəli olan o bir fərqdir. Amma geri gəlmişkən bir məsələni deyim. Buradakı həmin 19 rəqəmindəki problemli məsələlərdən biri. Bu ayələrin oxunuşunda, məsələn, oxşar səsə sahib olan bir-birindən fərqli hərflər var. Məsələn, o hərfləri adicə hamımızın əzbərə bildiyi, məsələn, Fatihə surəsində sırat sözü var. Sırat-ı müstəqim sözü. Həmin oradakı ilk hərfi bəziləri sad oxuyub, bəziləri də sin hərfi ilə oxuyub. O cürə tələffüz edirdilər. Məsələn, İbn Kəsirin özü, bu bilirik ki, Quran təfsirlərindən birinin yazarı da hədislərə əsasən yazırdı. Ondan başqa, məsələn, İbn Abbasın özünün həmin o sin hərfi ilə yazdığı deyilir. Amma indi mən sizə bir məsələ deyim. Əgər sinlə olanı götürürsənsə, rəqəm dəyişir. Sadla olanı götürürsənsə, rəqəm dəyişir. O zaman bunu hansına uyğun olaraq götürmüsən və yaxud da bunu hansı hərfə görə açıqlayacaqsan. Ona görə də dostlar, bu ayə əslində Müddəssir surəsi, Quran-ı Kərimin 74-cü surəsi olan Müddəssir surəsinin 30-cu ayəsində olan cümləni qeyd edəndə 19 onun üzərindədir deyiləndə, bəziləri bunu mələklərlə, bəzi cəhənnəmlə və s. bəziləri də dediyim kimi Quranla əlaqələndirirlər. Amma orada bildirilən, məsələn, həmin o Müddəssir surəsindəki bildirilən 74-dəki əleyhədə müənnəs gedir. Müənnəs olaraq isə Quran sözü, bilirik ki, yazılışında da müzəkkərdir, kişi cinsində gəlir. Onu onunla əlaqələndirmək mümkün olmadığına görə oradakı o sözün ona getməsi mümkün deyil. Baxın, adicə mən sizə bir məqamı da qeyd edeyim orada. Orada düzdür, bizimkilər mələk deyə yazırlar. Əleyhə deyir, tisətə əşər. Əleyhə. Orada müənnəsdir, ona görə onu qeyd edirəm. Əleyhə tisətə əşər. 19 onun üzərindədir. Bu məsələ nədir? Nə deyir? Onu başqa bir zaman qeyd edərik. Buradakı əsas məsələ odur ki, Quran rəqəmlərlə deyil, Quranın əsas məqsədi bizə yol göstərməsi, həyatımıza həyat yolu kitabımız olaraq çıxması, navigator olması, bələdçilik eləməsi bizim bu həyatımıza asanlaşdırmasıdır. Yoxsa Quranın özünün, yəni o Allahdan gəlməsinə heç kim inkar edə bilməz və yaxud da bu cür ayələrlə sabahlarını çıxardıb bunu 19 üzərinə qoyub, həmin bəzən də 19-a uyğun gəlməyəndə 2 ayəni çıxarmaq, bu da Allahın kitabına qarşı böyük bir qüsurdur. Çox sağ olun, görüşənədək. İrşad Miridən Quranı sevdirəcək yeni əsər, Ali İmran surəsinin izahlı tərcüməsi. Quranda başa düşülməyən ayələr varmı? Quran Tövratı və İncili necə təsdiq edir? Allahdan qorxam, Allahı ürəkdən sevə bilərmi? Quranda kişilər qadınlardan üstün tutulurmu? Qurandakı şəhid, cihad, rəsul, qeyb sözlərinin mənası nədir? Bu kitabda bir çox suallarınıza cavablar tapacaqsınız. Kitabı 051 408 08 88 nömrəsinin WhatsApp-ına yazaraq və 012 408 08 88-ə zəng edərək əldə edə bilərsiniz.